Mənə görə yaxşı IT mütəxəssis işləməyən IT. Yəni ha vaxt girirsən baxırsan ki, ya o adam niyə görə? Niyə görə? Amma bunu ilə paralel üstündə heç bir taskda yoxdur. Yəni bu adam işlərini o qədər avtomatlaşdırıb ki, bu adamın həddindən artıq çox Bill Gatesin belə bir sözü var idi. Deyirdi ki, mən həmişə tənbəl developerləri işə götürürəm. Deyirdilər, niyə? Deyirdi, çünki tənbəl developerlər işi o qədər avtomatlaşdırır ki, getsin yatsın. Ona görə Microsoft bu günə qədər. Hə, papa. Yox, indi irəliləyir də şükür Allaha yavaş-yavaş. Sən o deyirsən, deyir heç bir işi olmayan, amma menecerlərin gözündən iraqda. Gəl gör ki, bunlar Azərbaycanlı menecerlərin gözündən iraq, bəli. Azərbaycanda bunlar niyə söhbət edir? Mənim İşi yoxdur bunlar. Bir şirkət var idi. Yəqin ki, indi həmin adam məni izləyəcək. Artıq üstündən bir 10 ildən də çox, 14 il vaxt keçibdi. Bir menecerim var idi. Tez-tez girib tək məndən yox, hamıdan soruşurdu. Nə işlə məşğulsan? Nə işlə məşğulsan? Çox tez-tez. Bir dəfə də girdi otağa qayıtdı ki, nə işlə məşğulsan? Mən də qayıtdım ki, hard diskin vakuumu boşalıb onu kompüterə qoymuşam. Yəni çox dəxlisiz bir şeydir də. Yəni qayıtdı ki, hə, yaxşı üzünü çevirdi, çıxdı. Yəni bu səviyyə çatdırmaq lazım deyil də. Ki işçidən hər 2 dəqiqədən bir soruşursan ki, nə işlə məşğulsan? Müəllim salam. O vaxt yalan danışmışdım, elə şey yoxdur.